İlah əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu məclisdə iştirak edənlərin qəlblərində nə hacətləri var, nə dərdləri var, İmam Hüseyn əli ilə həll elə. Dünyada Peyğəmbərin, Əhl-i Beytin ziyarətindən, qiyamətdə şəfaətlərindən bizi məhrum eləmə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Onlar ki, bizə rəhm eləməzlər, bizə müsəllət eləmə. Bu əllər ki, sənin dərgahına uzanıb namərd adamların qarşısında açdırma. Kimlər ki, bizdən dua xahiş ediblər, hamısının hacətlərini rəva elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Özümüzü, ailələrimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Şəhidlərimizi əziz tutmağı bizə nəsib elə. Düşmənlə üz-üzə yanan əskərlərimizi, zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İmam Zaman ağamızın